Hər yarım saatdan bir bütün satıcılar və müştərilər maarifləndirilir. Hər bir işçi öz iş yerində oturmalı, zərurət olmadığı halda dəhlizlərdə gəzməməli və bir yerə yığışmamalıdırlar. Müştərilərlə işlədikdə sosial məsafə gözləməlidirlər. Hər gün mağaza sahibləri özləri üçün və satıcıları üçün maska almalıdır. Tərəfimizdən verilmiş spirtli sprey şüşələri mağazalarında olmalıdır. Maskası olmayanlar ticarət mərkəzinə buraxılmayacaqdır. Görüntülər Sumqayıt şəhərində fəaliyyət göstərən Karvan Ticarət Mərkəzindəndir. Mayın 31-dən etibarən yenidən fəaliyyətə başlayan ticarət mərkəzində bütün sanitar gigiyenik qaydalara riayət olunur. Girişlərdə sakinlərin əlləri dezinfeksiya olunur. Maskası olmayan müştərilərə maskalar paylanılır. Maskasız şəxslər içəri buraxılmır. Ticarət mərkəzinin bütün giriş-çıxışlarında hər bir kəsə maskası olmayan insanlar içəri buraxılmır. Şəxsən mərkəzin rəhbərliyi tərəfindən hər biri maska ilə təmin olunur. Antiseptik maddələr gördüyünüz kimi bütün insanların hamısının əli dezinfeksiya olunur. Ticarət mərkəzi bağlandıqdan sonra hər axşam bütün hamısı dezinfeksiya olunur. İçəridə gəzən çalışırıq ki, hər bir kəsə o 2 metrə deyilən o aranın, məsafəni qoruması üçün şəxsən ticarət mərkəzi içərisində radio qovşağı fəaliyyət göstərir. Hər yarım saatdan bir saatdan bir radio qovşağı vasitəsilə bütün verilən tədbirlərin əməl olunması üçün radio qovşağı vasitəsilə elanlar gedir. Mərkəz bağlandıqdan sonra dezinfeksiya işləri aparılır.